بسم الله الرحمن الرحیم. الحمد لله رب العالمین والعاقبة للمتقین والصلاة والسلام على سيدنا وسيد المرسلين أبي القاسم محمد اللهم صل على محمد وآل محمد وعلى آله الطاهرين سيما بقية الله في الأراضين واللعن الدائم على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين. أعوذ بالله من الشيطان الرجيم. يا أهل الكتاب قد جاءكم رسولنا. Keçən günlərdə ərz oldu ki, peyğəmbərlərin müəyyən hədəfləri və məqsədləri var idi və Allah o məqsədlərə görə onları göndərmişdi. O məqsədlərdən ən mühümlərindən biri də odur ki, insanları onlar təzkiyə eləyələr, təmizləyələr və təzkiyəni onlar müxtəlif yollarla və müxtəlif amillərin vasitəsilə onlar bu işi görürdülər. O amillərdən 10 dənə oxuduq. 11-incisi də ərz elədim ki, tövbədir. Və tövbənin də barəsində bir-iki gün danışdıq ki, tövbədə əsas iki mətləb insana vacibdir. Biri tövbədən qabaq, biri də tövbədən sonra. Tövbədən qabaqki mətləbin dedim 3 dənə əsası sütunu var. Onları oxuduq, təkrar etmirəm. Və tövbədən sonra da insan vacibdir bir neçə mətləbi nəzərə ala və dəqiq o neçə mətləbə diqqət göstərə. Onların biri 4 dənə mətləb idi ki, tövbədən sonra insan onu unutmamalıdır. Biri röyətdir ki, ərz elədim röyətin barəsində. İkincisi riayətdir, o barədə də danışmışıq. Üçüncüsü mühasibədir. Mühasibənin barəsində də bir gün ya 2 gün danışmışıq, gəlib çatmışıq bura ki, mühasibə 2 cürdür. Onun bir cürəsi
əməldən qabaqdır, ikincisi əməldən sonra. Dünən dedim ki, əməldən qabaq necə olar? Və hədislərdə yadınızdadır, oxuduq ki, dedik qiyamətin günündə Allah insana 3 dənə divan açır. Bir divan limə adındadır, bir divanın adı keyfə, üçüncü divanın adı limən. 3 dənə qiyamətdə bizə divan açacaqlar. Və bu divanlarda, dünən ərz eləmişəm, bunları mən lazımlı qədər demişəm ki, bunlar nədir? Və qısası budur ki, hər bir insan əgər istəyir bir əməl eləsin, Həzrəti İmam Zeynul Abidin əleyhissalamdan hədis oxuduq ki, ağa buyurur ki, əgər bir mömin 3 dənə məsələyə diqqəti olsa, o 3 dənə məsələyə diqqəti ola, onu riayət eləyə, o qiyamətin günündə bu insan Allahın pənahında olacaq. Və o 3 dənə məsələnin biri buyurdu ki, və rəculun ləm yuqəddim yədən və la riclən hətta ya'ləmə ənəhu fi ta'atillah qəddəməhə o fi məsiyyəti. Bir adam əlin istir tərpədə, ayağın istir tərpədə. Bunun mənası, yəni əgər istəyir bir iş görə, əlin tərpədə, yəni istəyir əgər bir iş görə, ya ayağın istir tərpədə. Onun mənası budur, yəni əgər istəyir bir yerə gedə, hər bir mömin əgər istəyir ki, bir iş görsün, yaxud bir yerə getsin, bu fikirləşməlidir ki, bu işi mən nə üçün görürəm? Bu yerə mən nə üçün gedirəm? Bu getməkdə Allahın itaəti var, Allahın rızayəti var, yoxsa yoxdur? Məni toya dəvət eləyiblər. İndi mən də istəyirəm o toya gedim. Mən oturum bir fikirləşim, görüm mən o toya getsəm, Allah məndən razıdır, yoxsa razı deyil? Razı qalacaq, ya razı qalmayacaq? Oturub fikirləşəcəyəm, görəcəyəm toy necə toydur? Mənim özümü də dəvət eləyirlər. Burada da möminlər dəvət eləyir. İrana da gedəndə orada qohum, əqrəba, dost, tanış dəvət eləyirlər. Bir tanış adam mən zəng elirəm, ya gəlir mənim yanıma danışıram, deyirəm, toy necədir? Necə olacaq? Onu mənə başa sal. Mən gəlməlidir ya yox? Əgər mən gəlməlidir, yaxşı gəllər, baş üstə. Söz verəcəklər gözümün üstündə, neynə söz də versinlər. Çıxış istirlər, baş üstə çıxış deyirlər. Mənim işim odur, 30 saat danışım, 100 saat danışım. Mənim işim odur. Onun problem yoxdur. Amma soruşuramsa el qəbilənin toyunda, görürsən el qəbilənin, məsələn, qardaşın toyudur, ya qardaşın uşağının toyudur, ya bacının uşağının toyudur. Zəng elirəm ki, necə olacaq? Mən gəlim, yoxsa gəlməyim? Bir adama ki, o da utanmıyor, açıq danışa. O da deyir ki, yox qardaş, sən gəlməli deyir. Bilirəm ki, mən getməli deyir. Ondan sonra zəng elirəm, deyirəm ki, mən o gün, məsəl üçün, işim var, ya məsələn bir yerə gedəcəm, düz də, işim var da işsiz adam olmaz ki. Ondan sonra da getmirəm. Yəni, insan ki, istəyir bir yerə gedə, onu qabaqcan özünə insan gərək qiymət verə. Getməyə bir yerə ki, orada qiyməti sına. Möminin qiyməti var. Hədislərdə var, buyurur, möminin qiyməti Kəbədən üstündür. Kəbədən üstündür. Əgər bir adam bir dənə möminin abrın tökə, elə bil ki, götürüb Kəbəyə nəcasət yaxır. Kim hazır olar gedə Kəbəyə nəcasət yaxar? Buyurur, möminin abrını aparmaq ondan pisdir. Möminin abrı var. Mömin özü öz abrında aparmamalıdır.
Özü də vacibdir özünə ki, öz abrın aparmaya. Özü özünə ehtiram eləyə. Alimlərin birinin barəsində mən oxudum, deyir, hər vaxt otaqda təkdə oturanda çox ədəblə oturardı. Deyir, qulluqçu gələrdi, görərdi, necə ədəblə oturur, elə bil ki, məsələn, 100 nəfər adamın qabağında oturur. Deyir, bir yol özümə cürət verdim, soruşdum, cəsarət elədim. Dedim, ağa, heç kim yoxdur, sən belə oturubsan. Dedi, özüm buradayam mən. Mən özüm buradayam. Məlakələr mənnəndir. Necə heç kim yoxdur? Hamıdan üstün mən özüməm. Özüm mən özümə qiymət verməsəm, heç kim mənə qiymət verməz. Özüm mən məlakələrimə qiymət verməsəm, ehtiram eləməsəm, kim mən ehtiram eləyəm? Bunlar mənim qorxçularımdır, bunlar mənnəndirlər. Hədislərdə var, Həzrəti Əli əleyhissalam istəyirdi ayaq yoluna geçsin. Hələ ora girməmiş bir nəfər deyir, mən gördüm, Həzrət dayandı, özü ilə danışdı. Ondan sonra getdi ora. Deyir, mənim təəccüb elədim, qəribə hal gəldi mənə ki, bu nədir? Kiminlə danışdı? Deyir, ağa gələndən sonra dedim ki, ya əmirəl-müminin, sən kiminlə danışırdın ora girməmişdən əvvəl? Dedi, mən ətid və rəqib ikisi ilə danışdım, məlakələrimlə. Bunlarla danışdım. Onlardan xahiş elədim. Dedim, mən sizdən utanıram, xəcalət çəkirəm. Sizdən xahiş edirəm, siz mənlə ora gəlməyin. Mən də sizə söz verirəm ki, heç bir iş görmərəm ki, sizin kağızınıza, qələmizə ehtiyac ola. Sizin işiniz yazmaqdır da. Mən sənə söz verirəm ki, heç bir iş görmərəm ki, sizin kağızınıza, qələmizə ehtiyac ola. Siz də məndən gəlmir. Ehtiram qailəm deyir onlara. Bunlar mənnəndirlər. Odur ki, mömin vacibdir öz ehtiramını saxlaya. Əgər mən bir yerə gedəcəyəm, mənim yanımda günah eləyəcəklər və mənim qiymətim sınacaq, mənim orada nə işim var? Hə, deyir, ürəyinə gələr, xətirinə dəyir, mənim də xətirimə dəyir. Əgər onun xətirinə dəyməsin, mənim də xətirimə dəyməsin. Mən getmərəm ona pis olar, mən gedəndə də mənə pis olur. Mənə xal nə deyər? Deyər, başında əmmamə oturub orada, arvad qarışıb kişiyə, kişi qarışıb arvada, o da oturub orada tamaşa eləyir. O necə molla? Deyərlər ya deməzlər. İndi nə fərqi var, molla olsun ya mömin olsun? Əmmamə ilə iman gəlməz ki adama. Yaxşı, mən də əbanı qoyum yerə bir kostyum verəcəyim. Ruh həmin ruhdur, bədən həmin bədəndir. Qiymət həmin qiymətdir, ehtiram həmin ehtiramdır. Paltarla adama nə verərlər? Paltarla adamdan nə alarlar? Paltar heç bir şeydir. Necə bir gün qırmızı köynək geyirsən, onu çıxardırsan, bir gün ağın geyirsən. Bir gündə yaşılın geyirsən. Yaşıl giyən gününlə ağ giyən gündə səndə nə fərqi var? Deyərlər, balam, bu yaşıl geyib, gəlin buna ehtiram eləyək bu gün. Ya deyərlər, bu günləri ağ geyib, buna ehtiram eləyək. Həmin şeydir. Paltarın ehtiramı yoxdur. Ehtiram insanın ruhununcudur. Bədənin də ehtiramı yoxdur. Ehtiram insanın ruhununcudur. Ruh gərək ehtiram olsun. Odur ki, mən əgər gedəcəyəm, görəcəyəm, mənim yanımda oturublar, bu ona iskanın vurur, o buna iskanın vurur, bu ona ağzına gələni danışır, bu ona ağzına gələni danışır, mənim orada nə işim var? Mən kiməm? Mən bir möminəm. Getmərəm, xətrinə dəyər, o özün düzəlsin. Heç olmasa başqa otaq ayırsın. Heç olmasa başqa ustul qoysun orada. Desin, bu filan kəsinkidir. Qoy ehtiram qalsın. Yəni o bura qoşulmayacaq. Yəni o qiymət sizdə yoxdur ki, o sizə qoşular. Sizin səviyyəz aşağıdır. O sizə qoşulmalıdır, hələ qalır sizin vaxtuza. Onunla bir stulda oturmağa hələ vaxtuza çox qalır. Hər vaxt sən də özü düzəltdin, o icazə verər ki, ondan bir stulda. Həzrət nə üçün görmürük biz?
Nə üçün gözümüzdən itib? Çünki bizdə ləyaqət yoxdur onun məhzərinə yetişən. Heç kim görmür, gündə yüzlərlə adam görür ağanı. Amma mən görmürəm, sən görmürsən. Niyə görmürük biz? Çünki bizim dərəcəmiz çatmaya baxıyor ora. Hər gələnə icazə verməzlər ki, gedə onun yanına. Odur ki, biz vacibdir ki, öz qiymətimizi, müminin qiymətin bilə, müminin qiymətin başa düşək, onun hörmətini saxlayaq, özümüz hamıdan çox vacibdir özümüzə ki, öz ehtiramımızı saxlayaq. Odur ki, buyurur, bax, əgər istəyirsən ki, bir yerə gedəsən, sən otur hesab elə, gör bu əməldə Allah razıdır, yoxsa razı deyir. Əgər Allah razıdır, buyur, bismillah, Allahın rızayəti var. Ölüm də olsa gedərəm. Allahım əgər razıdır. Həzrəti Əli Əkbər ağa deyir, atası yuxuda gördü ki, belə. Bilirsiniz də, Məhərrəmdə deyilib olar. Həzrəti Əli Əkbər ağa yoldaydılar. Atasına dedi ki, ata, sən ki deyirsən yuxuda görmüşük bu karvanın axırı şəhadətli ölümdür. Yaxçı, onda haqq bizinəndir. Ağa buyurdu ki, bəli, əlbəttə ki, haqq bizinəndir. Buyurdu, onda da nə qəm. Əgər haqq bizinəndir, indi bunun axırı ölüm olur olsun, olmur olmasın. Əsas budur ki, haqq bizinən olsun. Biz haqq ilə olaq. Bu məsələ olandan sonra indi ölüm büyün olur olsun. Büyün də olmasa sabah olacaq. Sabah da olmasa bir axırı olacaq da bu. Bundan ki, qaçmaq olmayacaq. Odur ki, buyurur, bax, əsas budur ki, insan bilsin ki, Allahın rızayəti var, yoxsa yox. Əgər Allahın rızayəti olandan sonra day, qəm, qüssə orada yoxdur. İkinci məsələ mühasibə əməldən sonradır. Və bu çox mühümdür. Çox mühümdür ki, insan hər bir əməlin eləyəndən sonra, ya hər gün axşamlar, məsəl üçün yatanda, gecə otura əməllərin hesab eləyə. Əgər gördü bunun əməlləri yaxşıymış, bugün Allahın itaətində keçib, şükr eləyə. İndi hədisləri oxuyacağım ki, hədislər belə deyir bizə. Amma əgər gördü yox, bu günləri əməllərin içində haramlar var, haramlar olur, onda tövbə eləyə. Yəni də saxlamaya tövbanı. Qaldıqdan yığılır axı bir-birinin üstünə. Hər günün işin görməsən, sabahın işi də gəlir onun üstünə. Quranda Allah Həşr surəsinin 18-ci ayəsində buyurur ki, Ya eyyuhəl-ləzīnə āmenū, ittəqullah, möminlər, qorxun Allahdan, təqvalı olun, vacibləri, haramları bilin, əməl eləyin. Vəl-tənzur nəfsun mə qəddəmət liğədin. Bu cümlədir. Vəl-tənzur nəfsun mə qəddəmət liğədin. Adam gərək baxa ki, mən hansı əməli göndərirəm gedə qiyamətə? Axı, bizim əməllərimiz gedir ora. Orada yığışır qalır. Və onları bizim özümüzə qaytaracaqlar. Biz ki, gedib orada görəcəyik, əməllərimiz açılacaq. İndi ki, bu əməli göndəririk ora, biz görək, nə göndəririk ora? Elə bil ki, sən istəyirsən, məsəl üçün, gedəsən bir yerə. Deyirsən ki, ay bala, biraz yeməkdən, zaddan siz götürün, aparın, qabaqda, gedin, biz də gələk ora. Məsələn, elə bil tətil gündür, gedirsən çölə, Qubiya gedirsən, Qəşrəşə. Yaxşı gedirsən ora gərək bir şey göndərəsən axı. Deyirsən, onlar da hərinə hazırlamışıq. Deyirsən, ora gedəndən sonra baxarıq görür, hissat yoxdur ya, gətir baxım görüm, nə mənə aparırsan. Ondan onlar da deyir, bax, belə, hamısını deyirlər, onu yaxşı apar. Çünki biz gedəcək, onu açıb özümüz yiyəcək də onu. Nə mənə orada lazım olacaq, onu sən bil də nə göndərirsən ora. Buyurur, qiyamətə ki, sən göndərirsən, əməllər gedir, onu bil nə göndərirsən. Bunlar hamısı ora gedir, açılacaq orada. Bir nəfər gəldi mənim yanıma, çoxdan ki sözdür, bir 10-15 il bundan qabaq.
Dedi, səndən bir xahiş eləyə bilərəm. Dedim, buyur. Elə də çox tanımırdım. Az tanıyırdım. Dedi ki, bu əlimdə görürsən bu nədir? Dedim, yox, görmürəm. Görürəm bir şey var, amma bilmirəm içində nə var. O kağızın içindədir. Dedi, bu mənim kəfənimdir, xələtimdir. Bunu mən almışam, hazırlamışam. Ürəyim istəyir ki, filan ağa alimlərin birinin adını gətirdi. Buna bir şey yazsın. Müştehidlərin birinin adını gətirdi, dedi, buna bir şey yazsın. Bir şey, məsələn, təsdiq eləsin. Mənim adımla yazsın ki, Allahdan mənə bir duadan, rəhmətdən, zatdan istəsin. Belə, olar, belə şeylər var. Ki, hər bir müminin kəfənində 40 nəfər əgər onu təsdiq eləsə, Allah o 40 nəfərin imzasına görə onu bağışlayar. 40 müminin. Odur ki, bir nəfər rəhmətə gedəndə də deyilər, 40 nəfər ona vəhşət namazı qılsın. Vəhşət namazının fəziləti çoxdur. Qılanın özünə hamıdan çoxdur, o adama da ki, qılırlar, ona da xeyri var. Çünki Allah 40 müminin sözün yerə salmaz, sındırmaz. Odur ki, çalışırlar ki, 40 nəfər tapsınlar, mümin adam ona namaz qılsın, Allah olan sözünə görə bağışlasın. Mən dedim, yaxşı ver də, aparıram, mən indi qəbul eləyər, eləməz də onun öz işidir, amma məndən aparmaq, baş üstə. Aldım. Aldım, apardım, bir gün getdim, salam kəlam, dedim, ağa, bir nəfər bunu verib, mən verəm sənə, sən buna bir qol çəkəsən, bir şey yazasan. Həmişə gedərdim, məmuli ilə belə oturardı, söhbəti eşidərdi, sözün deyərdi, çıxıb gələrdim. Yerindən durdu, mən təəccüb elədim. Gəldi, açdı, aldı qələmi əlinə, yaxşı da xətti var. Oturdu, gözəl yazdı bir şey, çox diqqətinə. Mən deyərəm ki, prezidentə məktub yazanda o cür diqqət eləmir o adam. Görmüşəm yəni yazanda. Elə belə tez-tez yazır, istəyirəm deyə aparmır. Mən çox təəccüb elədim. Gör nə qədər təəccüb elədim, dedim. Dedim, ağa, mən görmüşəm sənin məktub yazanda. Çox böyük şəxsiyyətlərə sən məktub yazıbsan, tez-tez. Bir dəqiqə yazıbsan, bunu apar. Amma bu cür gələsən, oturasan, belə qələmi alasan, əlvə diqqətinə yazasan, Allahümmə la nə'ləmu minhu illa xeyra və əntə a'ləmu bihi minna. Ərəbcə bunları yaz, diyor, ha. Ki, ilahi, mən bu adamdan xeyrdən başqa heç zat bilmirəm. Sən yaxşı tanıyırsan, bağışla, rəhmət elə, filan belə şeylərdən ərəbcə yazdı onu. Mən bu sualı ona verəndən sonra o cavabında dedi, bu da prezidentin yanına getmir. Bunu mələkələr açacaq. Bunu qiyamətin günündə açacaqlar. Bunu qəbirdə oxuyacaqlar. Bu o birisi aləmdə açılacaq, oxunacaq, baxılacaq. Burada nə var ki, burada hər cür olar. Amma orada yox, ora gərək yaxşı gedə, ora adam bilə ki, nə göndərir. Odur ki, buyurur, bax, Həşr surəsinin 18-ci ayəsində buyurur, vəltənzur nəfsun ma qəddəmət liğədin. Adam bilsin ki, öz sabahına nə mənə göndərir ora. Onu bir otursun, baxsın, araşdırsın. Al-İmran surəsinin 135-ci ayəsində buyurur, vəllezine izâ fealû fâhişeten ev zelemû enfusahum zekerullah. Möminlərin barəsindədir. Buyurur, bunlar indi işdir. Düzdür, mömindir. Amma şeytandır, görürsən, bir yolda bir günah eləyir, bir yolda bir səhv eləyir. Buyurur, vəllezine izâ fealû fâhişeten. Elə ki, mömin bir dənə pis əməl elədi, o zələmu ənfusəhum, ya öz nəfsinə zülm elədi, bu işarədir kəbirə və səğirə günahlara. Əgər mömin indi birdən bir kəbirə günah elədi, ya bir səğirə günah elədi, zəkərullah, tez Allahı yadına salar, fəstəğfəru lizunubihim, öz günahlarına tövbə eləyər, istiğfar eləyər. İnsan günah eləyər. Amma günahdan sonra da günahı qoymaz qala.
tez tövbə eləyər. Hədisdə var, elə ki insan günahdan tövbə elədi, günah pozulur, olur təmiz. Həzrət buyurur, bir dənə hədis var, Əli əleyhissalamdan buyurur, xoşa o adamın halına, onun namə əməlində hər günahının altında bir dənə əstəğfirullah Rəbbi və ətubu ileyh qeyd olar. Hər günahının altında. Yəni ki, tövbə eləyib. Şeytandır, Allahdır. Bu günah eləyib, günahdan sonra tez qaydı. Tövbə eləyib. Tövbə eləməmək etinasızlıqdır. Elə bil ki, sən gedirsən, bilərəkdən, ya bilmədən birinin ayağını ayaqladın. Bir var dönəsən deyəsən, üzr istəyirəm, çox bağışla məni, bilmədi. O da deyir, Allah bağışlasın, buyur. Bir var düppədür çıxıb gedəsən. O ayaqlama bir tərəfə, o düz getmə ondan ağırdır. O ki, düppədür gedirsən, saymırsan, o saymamaq ayaqlamadan ağırdır. O da deyir ki, əgər bir günah elədin, tez istiğfar elə. Yəni ki, ilahi, belə hesab eləmə ki, mən saymadım. İnsandır, şeytan Allahdır. Bağışla məni. O qəbul edir onu. Həzrət buyurur, Əli əleyhissalamın ibarəti var. Buyurur ki, ma əhəqqəl insanə ən yəkunə ləhu saətun, la yəşğəluhu şağilun, yuhasibu fiyha nəfsə. Çox yerində olar ki, hər bir müminin bir saat təyin eləyə özü üçün otura xəlvət eləyə. İndi istəyir günorta, indi istəyir gecə, yatanda, yatandan qabaq. Otura deyə, yaxşı, indicə hesablaşaq öz nəfsinə deyə. Yaxşı, bu gün necə keçdi? Neynədün mənə bu gün? Otura hesablayaq. Nə iş gördün mənə? فَيَنْزُرْ فِي مَكْتَسَبَ لَهَا وَعَلَيْهَا فِي لَيْلِهَا وَنَهَارِهَا. Otura, baxa görə bu gün nə eləmişəm mən? Çox lazımdır hər bir insana. İmam-ı Sadiq əleyhissalam buyurur, Həqqun əla kulli muslimin ya'rifuna. Hər bir mömin ki bizi tanıyır, bizimlə tanışdı, bax o belə olmalıdır. Əgər bizimlə dostdur, əgər bizimlə tanışdır, bizi sevir, o belə olmalıdır. Ən ya'rizə əmələhu fi kulli yevmin və leylətin əla nəfsi fəyəkunə muhasibə nəfsi. Hər bir əməlin otura hesablaya, hesab eləyə, fəin rəa həsənətən, əgər görsə yaxşı əməlləri var bu günləri, istəzadə minha. Çalışa ki, onları çoxalda. Şükr eləyə Allaha. Və in rəa səyyiətən. Əgər gördü ki, yox, bu gün deyəsən vəziyyət xərabdır. Bu gün elə tez şeytan alladıb. Şeytan bir dəfə alladar da gündə. Da elə dəyrəbaşı şeytan allatsa da allatma olmadı ki. Bir nəfər deyir, yuxuda gördüm, şeytan əlində ip gedir. Dedim, hara gedirsən? Bilmirəm, indi bu düzdür, bu hədisdir, bunun sənədi yoxdur, elə belə sözdür. Deyir, dedim, hara gedirsən? Dedi, gedirəm filankəsin yanına. Deyir, möminlərin birinin adını dedi, gedirəm onun yanına. Dedim, bu ip nədir? Dedi, istəyirəm, dedəm, onu bağlayam da ipinə. İpinə bağlayam onu. Özümə bağlayam ki, özümlə çəkəm. Hara gedirəm, onu da özümlə aparam. Deyir, dedim ki, mənə də ip alıbsan, ki, məni özünlə çəkəsən. Deyir, dedi, sənə ip lazımdır, sən özün gəlirsən. İp o adamlaradır ki, o gəlmir. Sən düşübsən, dalımcan gəlirsən, sən neyinirsən ipi da? Odur ki, buyurur, bax, və in rəa səyyiətən. Əgər gördü, bugün indi bir şeytan alladıb, bir günah eləyib, iki günah eləyib, istəğfərə minha, o günahlarından tövbə eləyər, liəllə yəxza yevməl qiyamə, ta qiyamətin günündə xar olmayan. Çünki qiyamətin günündə əməllər ki açıldı, hamı bir-birindən xəbəri olacaq orada. Buyurur, orada xar olacaq cəmaat. İnciyəcək. Necə indi birinin xatı eləyirsən, bir dənə eybin deyirsən, heç hazır deyir, qəbul eləyər.
Heç qəbul danır, deyim, mən o cür deyirəm. Amma qiyamətdə yazılı bax, hamı vırılıb ora. Da damma yeri yoxdur. Lentə yığıblar, qoyublar orada baxırdı. Da onun nə damması? Buyurur, orada hamı xar olacaq. Hədislərdə var, bir dənə gözəl hədis var. Həzrət buyurur, Peyğəmbərin özündəndir bu hədis. Buyurur ki, çox mühasibə eləyəndə, hesablaşanda nəfsinə asan tutma ona. Mömin mömininlə hesablaşanda deyir, çox yaxşıdır ki, asan tuta. Əgər bir möminlə bir hesabın var, buyurur, asan tut biraz. Çox dibinə getmə. Çox incitmə. Bir manata qədər onu. Amma buyurur, nəfsinlə istəyirsən hesablaşasan, nəfsinlə dəqiq hesab elə. Bağışlama ona. Möminə bağışla, amma nəfsüyə bağışlama. Peyğəmbər buyurur, la yəkunur rəculu minəl muttəqin. Əgər bir adam istəyir təqvalı ola, hətta yuhasibə nəfsəhu əşəddə min mühasibəti şərik şərikəhu. İki nəfərdə şərik adam nədir bir-biri ilə hesablaşar? Bəs o $100 necə oldu? Bəs filan yerdə məsələn $50 var idi, o necə oldu? Bu ona deyir, o buna deyir, hesablaşırlar. Deyir, necə iki şərik bir-biri ilə hesablaşar, buyurur, nəfsinə o cür hesaplaş. Fəyələmə min əynə mət'əmu və əynə məşrəbu və min əynə məlbəsu. Ta inki biləsən ki, yeməyin hardan gəlib, geyməyin hardan gəlib. Bax, bunlar hardan gəlib sənə? Bunları öyrəş. Kimin malıdır yeyirsən, kimin malıdır geyirsən? Bunlar hamısı vacib şeydir bunlar insana və buyurur ki, əgər istəsən, sən mömin olasan, müttəqi olasan, təqvalı olasan, təzkiyə eləyəsən, ruhun təmiz ola, onda sənə bax, belə-belə işlər lazımdır. Öz hesabı qoymayasan, əlindən çıxar. Hesab əlindən çıxsa, axırda yıxılarsan. Qoyma, hesab əlindən çıxar. Həmişə hesabı əlində saxla. Bil ki, nə iş görübsən və nə iş görəcəksən. Yenə də Peyğəmbər İslam buyurur ki, Həzrət deyir, oturmuşduq bir gün. Dedi ki, istəyirsiniz sizə xəbər verim, zirəng adam kimdir? Və sizə deyim ki, axmaq adam kimdir? Dedilər, buyur. Ağa buyurdu ki, zirəng adam o adamdır ki, gündə heç olmasa bir dəfə otura, öz əməllərin hesab eləyə. Çün indi əgər eləməsə bu işi, qiyamətdə bu hesab olacaq. Hesabı ora hazırlamaq lazımdır. Ondan sonra buyurdu və əhməqul huməqa. Ən axmaq adam o adamdır ki, öz nəfsindən tabelik edə, hesab kitab da əlindən çıxa, eləməyə hesab kitab. Bir nəfər durdu, burada sual verdi. Dedi, ya Rəsuləllah, nə cür hesab kitab eləsin? Onu bizə öyrət. Görək, hesab kitabı nə cür eləyək? Deyə Həzrət buyurdu ki, elə ki, axşam oldu, axşam ki oldu, otura xəlvət eləyə, öz nəfsi ilə danışa. Deyə, ya nəfs, İnnə haza yevmun məza ələykə, la yəudu iləykə əbəda. Mənim nəfsim, bax, bugün keçdi və bugün dayqa etməyəcək. Dünyanın hamısını verəsən, day o qayıtmayacaq. Gün ki keçdi, o gün qayıtmayacaq. Heç indiyədən olub gün qayda. Allah günəşi yaradandan ta büyünə qədər neçə dəfə qayıdıb? Bir dəfə qayıdı. Bir dəfə qayıdı. Həzrəti Əli əleyhissalamı Peyğəmbər göndərdi bir yerə, getdi, işin gördü, qayıtdı, gəldi. Namazın zöhrü qılmışdı, əsri qılmamışdı. Gəldi, oturdu, hələ əsri qılmayıb, vaxtıdır. Həzrət başını qoydu Əli əleyhissalamın dizinin üstünə. Haldan getdi Peyğəmbər. Vəhy nazil olurdu. Nə qədər çəhdi bilmirəm.
Amma əsr namazının vaxtı keçdi. Əli əleyhissalam da Peyğəmbəri yerə qoya bilmədi. O halda qıldı namazını. Amma yerə qoya Peyğəmbərin başını, dura öz namazını qıla, öz mehrabında otur eləmədi. Elə otduğu yerdə namazını qıldı. Bir qola görə. Bir qola görə yox. Elə namazı hələ qılmayıb, Peyğəmbərin başı dizinin üstündədir. Qəza olmayıb, amma fəzilət vaxtı keçib. O ki, fəzilət vaxtı var, o keçib. Amma hələ qəza olmayıb. Peyğəmbər ayıldı. Gözlərini açdı, baxdı, dedi, ya Əli, salleytə, qıldın namazı? Dedi, yox, ağa. Sənə görə. Cəsarət eləyə bilmədim, gördüm sənə vəhy olur, sənin başı qoyan yerə. Bəziləri yazıb ki, Peyğəmbər özü dua elədi ki, günəş qayıtsın yerinə ta Əlinin namazının fəziləti keçməsin. Bəziləri deyir ki, Həzrəti Əli əleyhissalama dedi, özün dua elə. Və Əli əleyhissalam özü dua elədi. Neçə dəqiqə, ya bir saat, ya nə qədər ki, fəzilət vaxtı keçmişdi, Allahın əmri ilə günəş qayıtdı, Əli namazını qıldı, ondan sonra qayıtdı, getdi yerinə. Bu hədisin adına hədisi Rəddüşşəms deyərlər. Yəni o iki günəşi qaytardı Peyğəmbər Əli əleyhissalamın hörmətinə. Deyin, nəfsüyü qoy qabağa, denən mənim nəfsim, bax bu gün keçdi. Day bir də qayıtmayacaq bu. Pis də, yaxşı da, nə idi? Qutardı. Vallahu sailuki anhu fima afnaytihi. Və bugünkü keçdi, bugünü qiyamətin günündə Allah səndən soruşacaq. Özün özünə danışırsan ha bunları. Fəməlləzi əlimti fi. Bu nə iş gördün? Peyğəmbər öyrədi. Deyir, bax belədir. Denən mənim nəfsim, bugün Allahı zikr elədin. Bugün mömin qardaşın həqqin əda elədin. Bugün mömin qardaşın ürəyindən qəmlərdən götürə bildin, dərdinə şərik ola bildin. Onun özü olmayan vaxtda onun ailəsinə bir köməyin dəydi, yardım göstərə bildin. Mömin qardaşın əgər rəhmətə gedib, ailəsi qalıb, ona heç bir köməyin dəyir, ya elə onunla dostluydun, o da öldü, day sən də gəldin bir yana. Hansıdır? Mömin qardaşın qeybətini eləyirdilər, sən onu müdafiə elədin. Ya sən də oturdun, baxdın, onlar danışdılar, müminin qeybətini elədilər. Elədin bunları, ya eləmədin. Deyir, bax, hey, bu sualları verirsən özüvə. Bunları ki verirsən özüvə, əgər gördün bunları eləyib hamısın, onda şükür elə. Amma əgər gördün, yox. Olmuyor, onda bil ki, vəziyyət xərabdir. Gərək tövbə eləyəsən. Buyurur, əgər siz bunları eləsiniz, biz də sizə kömək elərik. Siz tək öz başınıza işin hamısını görə bilməzsiniz. Biraz ki gördük sizdə maraq var bu işlərə, çalışırsınız, qalanın biz eləyərikdir. Necə Əli əleyhissalama günəşi qaytardı, sənə də qaytarərlər günəşi, mənə də qaytarərlər. Çünki mən öz ixtiyarımla, dəfələrlə görürsən, sən özün ixtiyarınla, namazın vaxtın gözün baxa-baxa görürsən, fəzilət vaxtı keçir. Sən hələ özün baxa-baxa fəzilət vaxtı keçir. Bir nəfər mənim eşitməli bir söz. Bir ruhanidir, Salam Məlikim var mənim ondan, dostum, çox möhtərəm, böyük alimdir. O danışır bunu. Deyir, mən bir gün Tehranda dayanmışdım taksiya. Dayanmışdım, bir taksi gəlsin, gedim. Şayət bir 30 il bundan qabağın sözüdür. Ki onun başına bu hadisə o vaxt gəlib. Onda şah vaxtı idi. Deyir, gördüm bir dənə maşın saxladı, taksi yox. Amma bir nəfər, bir orta yaş bir kişidir,
zahirindən tökülür ali cənablıq, saxladı. Dedi ki, Hacı ağa buyur. Dedim, çox sağ ol, mən sənə əziyyət verməyim, buyursan, mən taksi gözləyirəm, gələr indi taksi. Dedi, yox, xahiş edirəm, buyur. Mən də əyləşdim. Da gördüm, hörmət elədi, əyləşdim. Hara gedirsən? Dedim, məsəl üçün filan gedir. Dedi, aparım. Dedim, yox, sən özün hara gedirsən? Dedi, yox, hara getsən, ora aparacağım. Mən sonra qaydaram. Yolda sözün başı açıldı. Da indi yoldur, yarım saat hələ gedirik. Sözün başı açıldı. Ki, mən ona təşəkkür elədim, dedim, sağ ol, sənə əziyyət oldu, mən razı deyildim sənin belə əziyyət və. Dedi, yox, mənim xatirəm var. O xatirə hər vaxt mənim yadıma düşür, mənim borcumdur bu işləri görəm. Bunları eləməsəm, ruhum sakit olmaz. Dedim, necə? Deyir, bir mərhum Hacı Seyyid Məhəmməd Sadiq böyük bir ruhani diyor. Onu şah vaxtı sürgün eləmişdilər. Təbrizdən Kürdistana onu sürgün eləmişdilər. Deyir, mən onu sürgün eləyəndə qoydular ki, maşına, o maşının içində mən oturmuşdum. Deyir, mən onda şahın vaxtında, deyir, mən onda bir vəzifəli adamıdım. Mən özüm oturmuşdum. Bir nəfər də komanderimiz var idi, o da oturmuşdu. Bu ağanı da ki, aparırıq Kürdistanda, qoyaq orada qala sürgün eləyək, bu da oturub maşında. Bir nəfər də şoför var, sürür. 2 nəfər bizük, bir mənəm, bir komanderim, bir də bu ağa özüdür, bir də şoför. Deyir, biz gedirik, bu da deyir, çox möhtərəm bir şəxsiyyətdir, bu ki, aparırıq sürgün eləyək. Oturub, baxanda qiyafəsinə adamın Peyğəmbər yadına düşür. Deyir, gedirik yolda. Oldu günorta azanının vaxtı. Deyir, bu bir dəfə dedi ki, saxlayın, mən namaz qılım. Mən deyir, şoför də deyir, mənə baxır. Mən desəm, dayan, dayanacaq, deməsəm, yox. Şoför onun sözünə baxmır. Deyim, mən də komanderimə baxdım. Ki, yəni, nə deyirsən? Deyir, o mənə dedi ki, get, dayanma. Deyib, biraz getdik, bir dəqiqəzək keçdi, o bir də dedi. Dedi, saxlayın, mən namaz qılım. Mənim namazımın vaxtıdır. Deyib, yenə mən qaldım, amma o mənə işarə elədi, get. Biz də getdik. Balaca deyilə biraz yol getmişdik, bir dənə qılağım yanında bir yaxşı ağaç var idi, yekə ağac idi, onun kölgəsi düşmüşdü, bir dənə də qılaq var idi. Deyib, orada maşın xərab oldu. Maşın xərab oldu, dayandı. Şoför düşdü maşını, bir yandan o yana qurdalır, o yandan bir yana qurdalır, bir yandan keçir o yana, o yandan keçir bir yana. Deyib, bu gördü ki, onlar məşğuldur, üzün tutdu mənə. Dedi ki, indi ki, siz dayanıbsınız, əqəllən qoyun mən namaz qılım. Mənə görə ki, dayanmadınız. Başqa cür dayandınız. Heç olmasa qoy namaz qılın. Deyir ki, icazə oldu. Keçdi, dayandı, ləzzət ilə namaz qılır. Elə bil ki, heç bu sürgün olmur. Deyir, eşq ilə dayandı, namaz qılar, bir cür deyir, eşq ilə namaz qılırdı ki, gördüm komanderimin ruhunda təsir qoyub o. O cürəti ki var idi, o cürət azalıb. Namazı qutarandan sonra deyir, gəldi keçdi, otdu yerində, icazə də almadı. Oturdu yerində oturandan sonra deyir, şoför haçarı saldı, maşın xoda düşdü. Ondan sonra deyir, ammamını dedi, dedi, get, dayındı gedər. Get, dayındı gedər. Ondan sonra deyir, oturduq, ta getdik, çatdıq məqsədə. Ömrünün əvvəlindən axırına qədər nə qədər imkanı var, qoymayıb namaz vaxtından keçər. Bir dəfə də ki, ixtiyarı yoxdur, Allah deyir, o bir dəfəni də mən qoymaram keçər. Deyir, sən elə başla.
Mən də qalanın düzəldəcəyəm. Hədisdə var, buyurur, hər kəs namazı əvvəl vaxt qılsa, yəni azan olacağın, sübh, günorta, axşam. Buyurur, mən şeytanın cürətin allam, sənə cürət eləyə bilməz. Sən özün bir başla, mən kömək eləyəcəyəm, narahat olma. Hədislərdə var, buyurur, əgər bir adam namazı vaxtında qılsa, azan deyilən kimin, buyurur, o adam dünyadan gedəndə mələkül maut kimdir? Əzrail. Rivayətdə var, Əzrailin adını deyəndə əleyhissalam deyim. Ehtiramla adını gətirin, qoy iş üst düşəcək ona. Deyir, Əzrail ki, gəldi onun canını ala, hədis belədir. İstəyirdim keçəm, qoy bunu deyim. Hədis belə deyir, hər vaxt ki, azan vaxtı oldu, Allahın mələkələri baxır möminlərə, evlərə, otaqlara. Görüm, kim namazı vaxtında qılır, kim saxlayır, bir saatdan sonra qılır. Hələ qılan, qılmayanın hesabı başqadır. Hələ qılanlardan gedir söhbət. O adamlar ki, vaxt olacağın namazı qılırlar, yolda, küçədə, məsciddə, təyyarənin içində, avtobusun içində, hər yerdə azan oldu, orada namazı qılırlar. Qoymurlar qala soruya. Əgər bir adam deyib, belə olsa, onun canını alanda Əzrail şəhadəti ona təlqin edir. Axı, orada dil tutulur. Can vermə asan deyir ki. Dil ki tutulacaq, de onda orada kömək edirlər. De, narahat olma. Biz səni tanıyırıq. İndi ələğu itiribsən, biz səni tanıyırıq. Biz bilirik ki, sən necə adamsan. Ondan görürsən, yavaş-yavaş dilinə qoyurlar sözü. O uşağa bir şey öyrədərsən, əzbərləyər. Harada ki, gördün, yadından çıxıb, yavaşca sən deyərsən, sən bax, belədir, onun dilinə atarsan o sözü ki, qoy o səhv deməsin. Çünki sən öz ömründə bu işi görübsən, onlar da bilirlər ki, kim eləyib, bir yandan şeytanın xodunu alırlar. O yandan bir vaxt görürsən, maşın xarab olur, dayanır ta sənin namazın keçməyə. Bunlar hamısı lazımlı şeydir. İnsan əgər yola düşsə, yola düşəndən sonra, ondan sonra hər şey düzələcək. Əsas budur ki, insan təsmim tutar, qərar qəbul eləyər, qərara alana iş görəcək, onu alandan sonra Allah buyurur, qalan işləri mən düzəldəcəyəm sən üçün. اللهم إنا نسألك وندعوك باسمك العظيم الأعظم الأعز الأجل الأكرم وبالحسين يا الله 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 İlahi, əllərimizi naumid qaytarma. Şər'i olan hacətlərimizi rəva elə. Aqibətimizi xətmi bixeyr elə. Günahlarımıza qələmi əffi çək. Ölənlərimizi qəriq rəhmət elə. Dualarımızı müstəcab elə. Bu Ramazanın feyzindən bizi binəsib eləmə. Ahir Ramazanımız qərar vermə. Pərverdigara xəstələrimizə şəfa inayət elə. Allah bizi Kərbəlayı eləməmiş öldürmə. Allah bizi bağışlamamış qəbr evinə aparma. Allah bizi namaz qılanlardan, namazı əvvəl vaxt qılanlardan qərar ver. Pərverdigara naqabil əməllərimizi hamılarımızdan qəbul elə. Xalis olan salamlarımızı İmam-ı Zamanımıza çatdır ginan. Mübarək olan qəlbin hamılarımızdan razı elə. Bi haqqi Muhammedin və alih və bi haqqi surətil mübarəkətil Fatihəti ma'as salavat. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin.
الرحمن الرحيم مالك يوم الدين إياك نعبد وإياك نستعين اهدنا الصراط المستقيم صراط الذين أنعمت عليهم غير المغضوب عليهم ولا الضالين. بسم الله الرحمن الرحيم قل هو الله أحد الله الصمد لم يلد ولم يولد ولم يكن له كفوا أحد. الله